Ermənistan Baş naziri Nikol Paşinyanın müavini Miguel Grigoryan təsdiqləyib ki, Azərbaycandan Ermənistandan neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda Qəbələdə Azərbaycanlı həmkarı Şahin Mustafayevlə müzakirə olunub. O, bu barədə Azatürk'ün Bakı və İrəvanın Azərbaycandan yanacaq idxalı ilə bağlı razılığa gəlib-gəlməməsi ilə bağlı sualına cavab olaraq bildirib. Bəli, müzakirələr aparılıb, əməkdaşlıq üçün imkanlar var, Grigoryan vurğulayıb. Mənbə həmçinin Baş nazirin müavinindən hansı həcmdə yanacaq idxalının müzakirə edildiyi, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olduğu, Azərbaycanın Ermənistandan neft və neft məhsullarını hansı qiymətə satmağa hazır olduğu və Rusiyadan idxal edilən yanacaqla rəqabətə davamlı olub-olmayacağını soruşub. Miguel Grigoryan bu suallara cavab olaraq deyib. Stat. Yanacaqla bağlı gələcək fəaliyyət istiqaməti artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsindədir və mümkün əməliyyatların şərtləri bazar əsaslı olacaq. Statın sonu. Ermənistan və Azərbaycan yanacağının idxalından başqa qarşılıqlı ticarətin hansı digər sahələrini müzakirə edir? Ermənistan rəsmisi bu suala konkret cavab verməyib. Sadəcə qeyd edib ki, digər məhsullarla bağlı müzakirələr hələ də davam edir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edir. Dövlət başçısı bu barədə Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad İl Forumunda bildirib. Kasım-Jomart Tokayev qeyd edib ki, sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyi təmin edəcək. Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir. Region və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlığı üçün geniş perspektivlər açır. Qazaxıstan lideri vurğulayıb. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.